İyulun 4-də su anbarında boğulan İskəndərovların son dəfə çəkdirdikləri fotosu yayılıb. Sosial şəbəkədə paylaşılan fotoda Ağdam rayonu Xaçın Dərbəndli kənd sakini Şərif İskəndərov və 3 övladı əks olunub. Xatırladaq ki, 1985-ci il təvəllüdlü Şərif İskəndərov böyük övladları oğlu Tunar və qızı Fidanla birgə iyulun 4-ü Xaçınçay su anbarında boğulublar. Şərif İskəndərov Baş Dövlət Yol Polis İdarəsinin Bərdədəki 13-cü tağımının inspektoru idi. Evladı Tunar dözməyib özün atasının dalınca. Hələ suda çalışırmışlar, ata-bala ki çıxsınlar. Qız dözməyib, qız da özün atıbdı onların dalınca. Çox təəssüf ki, bu faciəni yaşadıq, hamılıqla yaşadıq. Çox ağır faciədir. Bloger Orxan Şirinlinin rəhmətlik şəxslərlə bağlı sosial şəbəkədə paylaşım etdiyi görüntülər ölkədə geniş auditoriya kütləsi yığıb və yarım milyona yaxın insan izləyib. Videoya çoxsaylı rəylər yazılıb. Şərif İskəndərovu tanıyanlar onu vicdanlı yol polisi kimi yadda saxladıqlarını, sürücülərlə həmişə nəzakətlə davrandığını xüsusi olaraq vurğulayıblar. Xatırladaq ki, Bərdə rayonu ərazisində yaşayan 41 yaşlı Şərif İskəndərov və övladları faciə yaşanan gün Ağdamdakı su anbarına çimmək məqsədi ilə getməyiblərmiş. Yaxınlarının bildirdiyinə görə Şərif İskəndərovun oğlu Tunar və qızı Fidan bu il orta məktəbi bitiriblər. Onlar iyulun 5-də 2-ci və 3-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etməliymişlər. Bu səbəbdən Şərif İskəndərov bir gün öncə ailə üzvlərini yaşadıkları Bərdə rayonundan doğulduğu Ağdamın Xaçın Dərbəndli kəndinə aparıb. Məqsəd uşaqlarını imtahan qabağı istirahətini təşkil etmək, doğma kəndi ziyarət etmək olub. Bu əsnada onlar kənd ərazisində yerləşən Xaçınçay su anbarının kənarına gəliblər və foto çəkdirməyə başlayıblar. Həmin vaxt Şərifin 12 yaşlı kiçik oğlu büdrəyərək su anbarına yıxılıb. Atası dərhal özünü lilli su hövzəsinə ataraq övladını xilas edib və onu qaldıraraq anasına ötürə bilib. Lakin Şərif İskəndərovun özü yorulduğundan təngənəfəs olub və ətrafı beton örtüklü olan su anbarından çıxa bilməyib. Atasının boğulduğunu görən qızı Fidan özünü suya ataraq ona kömək etməyə çalışıb. Lakin o da boğulmağa başlayıb. Yaxınlıqda olan böyük qardaş Tunar bacısı ilə atasının boğulmaq üzrə olduğunu görərək tez özünü çatdırıb və su anbarına atılıb. Lakin o da xilas ola bilməyib və hər üçü boğulublar. Bildirilir ki, hadisə vaxtı uşaqların anasının səsinə yaxınlıqdakı şəxslər köməyə gəlib. Onlar qadının özünü su anbarına atmasına imkan verməyiblər. Mərhum ata və övladlarının meyitləri dalğıcılar tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib. Allah rəhmət eləsin.